Lənkəranda günlük 50 manat və 100 manata göl üstü kirayə evlər. Bir dənə zəhmət olmasa gölü çəkdirən Qafqaz yağış da yağıb, göl düz adamın ayağının altındadır. Nəhəng göldür, göldə balıq da var və onu deyim ki, ən əvvəla bütün şəraitlər qaydasındadır. Manqalımız, samavarımız, istilik sistemi, kondisioner, qab-qacaq, internet kimi bütün nə lazımsa əgər hər bir şey qaydasındadır. Hal-hazırda mən böyük evin balkonundayım. Burada bir balaca xudmani kiçik evimiz də var. O da səhifədə paylaşılıb. Həyətində yerləncəyi də var. Hal-hazırda külək də var. İndi bilmirəm orada iPhone götürəcək o küləyi ya yox. O evimiz 50 manatdır. Orada 4-5 nəfər qala bilir. Bu evimizdə isə 8-9 nəfərə qədər adam qala bilir. Hal-hazırda göy balkondayam. Girək evin içini sizə göstərim, təqdim edeyim. Gəl arxamca mənim. Deməli, hal-hazırda evin zalındayım. Onu deyim ki, siz çox yataq görəcəksiniz. Çünki bu evlər yəni 1 ay, 2 ay qalmaq üçün nəzərə alınmayıb. Bu evlər yəni daha çox gecələmək üçün, Lənkərana gələn qonaqlar istirahət eləmək üçün, yəni veşlərin qoysunlar, yatsınlar, dursunlar adam sayına görə nəzərə alınan şeylərdir. Burada bir yataq otağımız var. Burada da elə 4 nəfər qala bilir. Ondan sonra burada sanitar qovşağımız var. Gəl zəhmət olmasa yaxından çəkilən, səliqəli, hamam, tualet, hər şey qaydasındadır. Gedək o bir otaqları da sizə göstərim. Burada bir balaca, yenə də qonaq otağımız var. Bura koridor, burada da bir xudmani mətbəximiz var. Bu da qaydasındadır. Ondan sonra gəl, şöyle də göstərim sənə. Ora heç orağım vardır. Bura həyətidir. Göl üstü evin həyətidir. Gəl yine. Həyətdə də bir sanitar qovşağı var. Yəni dağ mənzərəli, indi ev dağın qabağını tutub, amma balkondan yaxşı görünür. Göl üstü günlük evlər, bu evin qiyməti 100 manatdır. Onu da deyim ki, əgər uzun müddət qalmaq istəyənlər, məsəl üçün 4 gün, 5 gün, 7 gün, 10 gün qalmaq istəyənlər üçün xüsusi endirimlər də mən özüm eləyirəm. Mənlə əlaqə saxlayın. 050 720 92 32. Təşəkkürlər.